Xərcimizi azaltmaq istəyiriksə, gəlin baxaq. Bu bizdən zaman almır. Biz indi də istəsək xərcimizi azalda bilərik. Gəlir artdıqca qənaət də artmalı deyilmi? Müəyyən bir dövr ərzində özünə sabitlik yaradır, amma uzunmüddətli özü üçün borc, uzunmüddətli özü üçün problem yaradır. Cəmiyyətdə belə bir yanaşma var ki, kredit kartlarından daha çox xanımlar istifadə edirlər. İnsanlar nəğd pulu ciblərində xərcləyəndə onları incidir. Biz maliyyəmizi düzgün şəkildə idarə etmiriksə, biz varlı deyilik, sadəcə bizim xərclərimiz çoxalır. Uşağa pulu xərcləməyi öyrətmək lazımdır. Kredit götürüb səyahətə getməmişəm. Kredit götürüb hansısa bir əşya almamışam. Kreditlə geyim əldə etməmişəm. Kredit götürürəm, hansısa bir avadanlıq alıram, biznesimi artırıramsa, bu mənə gəlir gətirəcəksə, təbii ki, inkişaf eləyəcək. Aylıq gəlirimizi neçə faizi kreditə gedəndə artıq risk var deyə bilərik. Bir krediti götürür, növbəti krediti götürür, üçüncü krediti artıq bu borcla bağlamaq istəyir. Hər vaxtınız xeyir, Hardan Başlamalı efirdədir. Hardan Başlamalının bugünkü qonağı kredit üzrə ekspert Şövqi Ağazadədir. Şövqi bəy, xoş gördük. Hər vaxtınız xeyir, xoş gördük. Mütəmadi olaraq sizinlə kreditlə bağlı məsələləri müzakirə edirik ki, bizi izləyənlər bundan faydalansınlar, maariflənsinlər. Bundan əvvəl problemli kreditlərdən də toxunmuşuq. Bu dəfə isə istərdim bir balaca gəlirin bölüşdürülməsi, gəlir barədə danışaq və elə ondan başlayaq ki, gəliri artırmaq daha vacibdir, yoxsa mövcud gəliri düzgün bölüşdürmək? Mövzu çox gözəl mövzudur, həqiqətən maraqlı mövzudur. Mən düşünürəm ki, ümumiyyətlə hər ikisi paralel olmalıdır, amma burada maliyyə vəziyyəti əsas başlanğıcı olmalıdır, maliyyə vəziyyəti nəzarətdə olmalıdır. Mən bunu ümumiyyətlə izah eləyim hansı formada. Buyurun. Bugün belə deyək, biz gəlirlərimizi artırmaq istəyiriksə, Rufan bəy, bizdən zaman tələb olunur. Yəni karyera yüksəlişi, müəyyən bir zaman təbii ki, burada lazımdır ki, biz pillələyək və yaxud hansısa bir işdə işləyiriksə, orada daha perspektivli olmaq üçün şəxsi biliyimizi artırmalıyıq, dünya görünüşümüzü artırmalıyıq və bunlar hamısı bizdən zaman alır. Amma xərcimizi azaltmaq istəyiriksə, gəlin baxaq, bu bizdən zaman almır. Biz indi də istəsək xərcimizi azalda bilərik, büdcəmizi planlaşdıra bilərik, eyni zamanda influs xərclərimizi azalda bilərik. Təcrübə ümumiyyətlə onu göstərir ki, fərdi sahibkarlar, fiziki şəxslər gəlirləri artdıqca xərclərinə nəzarət eləmədikdə müəyyən dövr sonra bunlarda artıq borclanma yaranır. Bu iqtisadi termində lifestyle information gedir, hansı ki, maliyyə durumun artır, şişir, amma qənaət yoxdur. Və biz burada nə nəticə çıxardırıq? Nəticə çıxardırıq ki, bu günlərin bizim əgər gəlirlərimiz artırsa, bizim maliyyə intizamımız yoxdursa, əgər biz maliyyəmizi düzgün şəkildə idarə etmiriksə, biz varlı deyilik, sadəcə bizim xərclərimiz çoxalır. Burada mən istərdim ki, siz ümumilikdə belə deyim də bir kredit verən təşkilatın adından mı danışırsınız? Bu dedikləriniz o istiqamətdə idi. Amma bir də istərdim fərdi şəkildə yanaşaq. Yəni bugün sadə bir vətəndaş gəlirlərini düzgün bölməyəndə hansı situasiyalarla qarşılaşır? Burada istəsəniz öz təcrübənizdən də deyə bilərsiniz. Eyni zamanda müşahidələriniz əsasında da toxuna bilərsiniz bu məsələyə. Burada gəlin belə deyək də, orada artıq bir psixoloji effekt işə düşür. Hansı ki, bugün biz deyək ki, müəyyən bir gəlirimiz var və sabah bizə təklif olunur başqa bir iş, gəlirimiz artır. Və biz fikirləşirik ki, artıq belə deyək, pulumuzu yığmırıq, fikirləşirik ki, kreditləri götürək, həyat səviyyətimizi yaxşılaşdıraq, necə deyək, səyahətə gedək, filan eləyək, onsuz artıq pulum var. Dünənə qədər 1000 manat maaş alırdı, bugün artıq 1500 və yaxud ki 2000 manat maaş alır. 1500 və yaxud 2000 maaş alıram, mən artıq pulum qalacaq, gələcəyə ümidlə yaşayırıq və xərclərimizi çoxaldırıq. Bu xərcləri çoxaltmaqda təbii ki, xərcimizi düzgün şəkildə nizamlamırıqsa, gəlirlərimizə pis təsir, mənfi təsir edir. Baxın, o mənfi təsir var ha. Gəlir artır, maaş artır, avtomatik olaraq kreditə meylənmə buradan mı başlayır? Bəli, əlbəttə ki, kreditə meylənmə buradan başlayır. Bir dəfə kredit götürür, fikirləşir ki, aylıq ödənişi ödəyəcəm. Növbəti dəfə paralel kredit götürür. Bu artıq getdikcə paralel kreditlər başlayır Urfan bəy borcla borc bağlamağa. İnsan yenə belə deyək də, kredit tıxacı deyilən bir şey yaradır özündə. Hansı ki, müəyyən bir dövr ərzində özünə sabitlik yaradır, amma uzunmüddətli özü üçün borc, uzunmüddətli özü üçün problem yaradır.
kreditin müddəti artdıqca da həmin o necə deyirlər, itirdiyi məbləğ də öz büdcəsindən olur. Bu onu gətirib çıxarır ki, gəlir artdıqca bəzən gəlir artandan sonra insanlarda bir bədxərclik yaranır. Hətta bu bizim özümüzdə də müəyyən yaş dövründə özün biruzə verir. Amma siz necə düşünürsünüz? Gəlir artdıqca qənaət də artmalı deyilmi? Bəli, artmalıdır və mümkündür. Yenə də burada planlı şəkildə getməlidir təbii ki. Yəni bu gün gəlirlərimizin 30-50%-ni biz planlı şəkildə qənaətə sərf etməliyik ki, digər qalan hissəsi isə artıq bizim sosial durumumuzun rifahı üçün xərcləməliyik. 30-40% yəni özümüzdə saxlamalıyıq, yığmalıyıq o mənada deyirsiniz yoxsa? Qənaətlərimizə bəli, təbii ki. Əgər bunlar olmadıqda artıq burada bir yenə psixoloji tələ işə düşür. Hansı ki, qazanıram, artıqdır, xərcləməliyəm, filan eləməliyəm. Bu kimi şeylər təbii ki, problem yaradır. Şövqə bəy, baxın elə psixoloji tələdən danışdınız. Biz bilirik ki, indiki dövrdə kredit kartları dəbdədir. Bu gün demək olar ki, əksəriyyət həmin o kartlardan istifadə edirlər. Baxın, həmin o kredit kartları üstünlükdür, yoxsa psixoloji tələ? Bunun kökündə yenə maliyyə davranışı dayanır. Ümumiyyətlə, kredit kartın düzgün istifadə eləsə alətdir. Üstünlüyü nədir? Yəni, pul ehtiyatıdır. Hər zaman bu adamın nəsə bir fövqəladə vəziyyəti yarana bilər və ehtiyatı var. İkinci bir hissədə nəğdsiz bir ödənişdir. Yəni, kəşbəklər qazana bilir, filan eləyə bilər. Psixoloji tələ o halda olur ki, Rufan bəy, adam sadəcə krediti götürür, kredit kartın bir ay ərzində ödəməlidir, amma ödəmir, faizini ödəyir, aydan aya keçirdir. Artıq onun üçün o psixoloji bir tələdir. Məbləğ borc kimi qalır, Bəli. onun faizini ödəyir. Onun faizini ödəyir. Ümumiyyətlə, təcrübə onu göstərir ki, insanlar nəğd pulu ciblərində xərcləyəndə onları incidir. Amma kartla xərc edəndə onlar ümumiyyətlə onu fərqinə varmırlar, fikirləşirlər ki, görmürlər, pul görünmür ona görə. Pul görünmür ona görə qabağa düşürlər. Yanaşmadı geri gəlmişkən. Bəli, yəni əgər bunu nəqdi 5 manat alacaqsa, insan onu fikirləşməlidir ki, bu kredit kartı ilə sən onu əldə edirsənsə, bu artıq sənin üçün 8 manat oturub. Yəni sən burada artıq 3 manat borclanmısan. Çox insanlar yenə deyirəm bunun fərqinə varmır və ona görə də o baxımdan, o prizmadan baxanda o tələdir. Adamlar var ki, bütöv pullarını xırdalamırlar ki, xərclənib bitəcək. Bəli, bəli. Yəni bu da müəyyən mənada bir gününü, 2 günü və ya ki, bir müddətini o cür idarə etməyi bacarır. Amma kredit kartlarının üstünlük tərəflərini istədim bir balaca toxunaq. Təbii ki, əgər gəliri ilə çıxarını düzgün hesablaya bilməyən insan olanda kredit kartı onun üçün tələyə çevrilə bilər. Amma müəyyən mənada onu düzgün bölərək istər evinə lazım olan, istərsə də digər xərclərinə lazım olan ehtiyaclarını həmin o kartda ödəyə bilir. Elə deyilmi? Baxın, burada vacib olan maliyyə savadlılığı deyirsiniz. 100% maliyyə savadlığı burada yəni əsas düzgün rol oynayır. Yəni qeyd etdiyim kimi bu gün artıq onun ehtiyatı kimi formalaşır ki, sabah hansısa bir xərci yaranacaqsa bu adamın ehtiyatıdır və yaxud da yenə də əgər kredit kartından danışırıqsa bir ay ərzində ödəniş oldusa faizsiz. Amma lakin o bir ay ərzində nəğdsiz ödənişlər etməklə kəşbəklər də qazana bilir, müəyyən bir bonuslar da qazana bilir. Taksidə bölürsə bu daha rahat sərfəli ola bilir. Bəli, sərfəli ola bilir. Amma nə yazıq ki, bəzi insanlar bunu düzgün şəkildə istifadə edə bilmirlər. Şövqə bəy, sizin kollektor şirkətiniz var. Yəni və siz mütəmadi olaraq insanların problemli kreditlərlə üz-üzə qalanda hansı çətinliklər yaşadığının birbaşa içindəsiniz, şahidisiniz. Mən istəyirəm burada təbii ki, bir incəliyə, bir detala nəzər yetirək. Baxın, xüsusilə də kredit kartlarla bağlı cəmiyyətdə belə bir yanaşma var ki, kredit kartlarından daha çox xanımlar istifadə edirlər, nəinki bəylər. Və sonra da problemlər yaşanır. Həqiqətən belədir. Yəni bu problemli kreditlərin statistikasına baxanda orada biz bəylərin adını daha çox görürük, yoxsa xanımların? Ümumiyyətlə bilirsiniz necədir? Bəylər risklərə meyillidir. Adətən onlar daha iri həcmli kreditlər götürürlər, biznes kreditləri, avtokreditlər falan, böyük məbləğlər. Kredit kart, taksit kart dediyimiz təbii ki, onlar xırda məbləğlərdir. Amma xanımlar biraz bəylərlə nisbətdə nizamlı, intizamlıdırlar, planlı şəkildə idarə eləyə bilirlər.
Amma yenə də statistika bunu deyir ki, kreditin davranış qaydası cinsə görə bölünmür. Burada yenə də qeyd etdiyiniz kimi nəyə sırf olaraq maliyyə davranışına, maliyyənin düzgün şəkildə istifadə olunmasına, insanın ümumiyyətlə informasiyada olması, bilikli olması kredit haqqında yenə bu qeyd elədiyim məsələlərə söykənir təbii ki. Necə düşünürsünüz, pulla rəftar etməyi bacarmaq, yəni maliyyə savadlılığı neçə yaşda aşılanmalıdır? Bir çox mütəxəssislər deyirlər ki, elə uşaq yaşından uşağa pulu xərcləməyi öyrətmək lazımdır. Amma bizdə ənənəvi ailələrdə nə baş verir? Uşaq pulla rəftar etməməlidir. Pul mövzusu gələndə uşağa aid deyil deyib kənara çəkirik. Bəs sizcə necə olmalı? Əslində düz deyirsiniz. Biz uşaq vaxtından uşaqlara pulla bağlı düzgün davranış qaydalarını öyrətməliyik. Birincisi biz özümüzü öyrənməliyik. Ən birinci məsələ. Biz özümüz öyrənməliyik ki, sonra uşaqlarımıza da onu öyrədə bilək. Təbii ki, maliyyəni yenə deyirəm, düzgün qaydası, düzgün davranış qaydasını izah eləmək lazımdır təbii ki. Düzgün şəkildə pulu hara xərcləməyə bilmək lazımdır. Nə üçün biz kreditə əgər danışırıqsa, kreditə giririksə, bu kredit bizim üçün nə xeyir verəcək, nə fayda verəcək. Biz sadəcə öz sosial durumumuzu düzəltmək istəyirik 1-2 ay ərzində və yaxud da Urfan bəy hansısa bir xarici ölkəyə gedibsə, mən də özümə onu oxşadım, mən də gedim. Urfan bəy yaxşı telefon işlədirsə, mən də telefon işlədim, amma gəlirimi bilmirəm düzələcək yoxsa yox. Yaxşı maşın sürür filan kəs, mən də yaxşı maşın sürüm. Biz əgər bəhsə girəcəyiksə, təbii ki, o bizi uçuruma aparacaq. Amma yəni sağlam şəkildə bəhsə girəcəyik, məqsədli şəkildə əgər mən kredit götürürəm, hansısa bir avadanlıq alıram, biznesimi artırıramsa, bu mənə gəlir gətirəcəksə, təbii ki, inkişaf eləyəcək. Yaxşı dediniz ki, birinci biz böyüklər özümüz pulun xərcləməyini bacarmalıyıq. Maliyyə savadımız olmalıdır ki, övladlarımıza, uşaqlara öyrədək. Mənim özümə maraqlı gəldi ki, Şövqə Ağazadə özü bunu necə tətbiq edə bilirmi? Bəli, bu günləri mən kredit mənim üçün alətdir. Mən kreditdən çox gözəl şəkildə istifadə eləyirəm. Zamanında istifadə etmişəm və mənim çox böyük faydalarım olub. Müəyyən təbii ki, səhvlər etməmişəm. Çünki təcrübəm yaranıb artıq problemli kreditlərlə işlədikdə və hesab edirəm ki, kredit həqiqətən də çox gözəldir. Kreditin olmağı vacibdir. Yenə də deyirəm, əgər gəlir gətirirsə, gəlir gətirmirsə, yəni mən bu gün özüm üçün Urfan bəy kredit götürüb səyahətə getməmişəm. Kredit götürüb hansısa bir əşya almamışam. Kreditlə geyim əldə etməmişəm təbii ki. Yəni qınamıram. Kreditlə qonaqlıq verənlər də var. Bəli, kreditlə qonaqlıq verənlər var, kreditlə ad günü eləyənlər var. Təbii ki, adam yenə deyirəm, mən maliyyəmi düzgün şəkildə bilirəm, xərclərimi düzgün idarə eləyə bilirəm. Ona görə bugünkü gün şükür Allaha hesab edirəm ki, mənim üçün kredit daha yaxşıdır və istifadə etmək lazımdır, tövsiyə edirəm əgər düzgün şəkildə. Bir sual da verəcəm, məhz övladlarımızın həmin o pulu xərcləməyi öyrətmək məsələsinə. Bu məsələdə çətinlik yaşayırsınızmı? Və yaxud da ki, nə cür düşünürsünüz ki, gələcəkdə övladlarınıza pul xərcləməyi öyrətmək istəyirəm. Bunu necə edəcəksiniz? Ümumiyyətlə, belə bir deyim var ki, zor zamanlar güclü insanlar yetişdirir. Belə yaxşı zamanlarda zəif insanlar yetişdirir. Bəlkə də bizim yaşadığımız dövr çox zor olub, çox çətin olub. Bugün psixologiyada da belə bir şey var ki, valideyn övladına hansısa bir məsrəflərin qarşılamağı, yaxşı səviyyədə yaşatmağı özünün uşaqlıq travmalarıdır. Hansı ki, özü travmaları var, bunu uşaqlarına yaşatmaq istəmir. Bəzən o məndə də bu hal olur ki, hansı ki... Məhrumiyyətlərlə böyüyürük. Bəli, məhrumiyyətlərlə böyüyürük. O, bəzən bizim özümüzdə də olur. Yəni, məndə bəzən uşaq nəyisə alırdım, sındırırdı. Deyir ki, papa alacaq falan. Oturdum, fikirləşdim ki, mən düzgün eləmirəm, düzgün yanaşmıram. Çünki uşaq artıq fikirləşir ki, daim alınacaq. Amma bugün yoxdur deməyi bacarmalıyıq uşağa. Yox deməyi bacarmalıyıq. Bəli, yox deməyi bacarmalıyıq ki, biz hansı ki onlar artıq əziyyətlə qazanmağa alışsınlar. Çünki əziyyətlə qazanılan hər hansı bir şey həqiqətən də çox şirin olur, dəyərli olur. Amma bugün gəlin belə deyək də, Urfan bəy, insan öz əziyyəti ilə, zəhməti ilə hər hansısa nəyisə əldə edirsə, karyerasını əldə edirsə, o məqsədli şəkildə gedirsə, inkişaf eləyəcək. Amma bu günlərim kimsə vasitəsilə gəlib hansısa bir səviyyə
səviyyəyə çatırsa, o həmin nöqtədə qalacaq təbii ki. Bu da eyni bir şeydir. Şövq bəy, bu gün gənclər kredit götürərkən ödəyə bilmə bacarıqlarını nəzərə alırlarmı, yoxsa nə cür öhdəsindən gəlirəm deyib yanaşırlar? Deməli, gənclərlə bağlı ən yaralı yerimizdir. Mən iki tip gəncləri bölərdim. Həqiqətən də planlı gənclər. Bunların maliyyə savadlığı var, adi faizi bilirlər, ümumiyyətlə nə götürmək istədir, məqsəd yönlüdürlər, təbii ki, krediti götürüb, ümumiyyətlə pulu götürüb, borclanıb nə istifadə edəcəklərini bilirlər. İkincisi isə optizm gənclər, hansı ki, yenə qeyd etdiyim kimi, Allah ümidinə, sabah üçün, gələcək ümidinə ki, işləyəcəm, qazanacam, çox məsuliyyətsiz. Yəni bu həddindən artıq çoxdur belə gənclər. Yəni krediti götürürlər, məsuliyyət hissi bunlarda yoxdur. Fikirləşirlər ki, iş tapacağıq, ödəniş eləyəcəyik. Bu gənclər indidən özlərini yükləyirlər, psixoloji, kredit tarixçələrini mənfiyə salırlar. Ümumiyyətlə ödəniş qabiliyyətləri yoxdur, amma hər bir şeyi kreditlə əldə etmək istəyirlər. Yəni bu tip gənclərdir. Bir qədər əvvəl səsləndirdiyiniz bir fikir var idi, kredit tıxacı. Bu bir neçə kreditin üst-üstə yığılması məsələsidir. Bu nə zaman təhlükəli olur? İnsanlar var ki, 2 krediti var, 3 krediti var və vaxtında da ödəyirlər. Amma adam da var, bir krediti var, amma ödəməyə belə çətinlik çəkir, gecikməyə düşür. Baxın, o dediyimiz bu iki müqayisəni aparsaq, kredit tıxacı nə zaman problemə çevrilir? Ümumiyyətlə, kredit anlayışında belə bir şey var. Kredit restrukturizasiyası. Bu nə deməkdir? Siz bayaq qeyd etdiyiniz kimi, adamın bir krediti var, amma çətinlik çəkir kredit ödənişinə. Onda bu zaman bank, hansı ki, kredit müddətin, qalıq müddəti təkrar ona kredit verməklə problemdən azad eləyir. Yəni 12 ay yox, verir 24 ay ərzində. Yəni aylıq ödənişi insanın 2 ilə bölür, aylığı azalır. Bəli, adam deyək ki, 500 manat ödəniş eləməlidir, amma bugün rahat 200-250 manat ödəniş eləyə bilirsə, müddətini azaldır. Amma orada faiz də gəlirdi əlbəttə ki. Yəni, bunu gözə almalıdır. 100% faiz gəlir, amma insanın aylıq yükü biraz azalır, amma müddəti çox olur ki, adam 2 il ərzində bu yüklü gedəcək. İkinci bir tərəfdən də paralel kreditlər, bu artıq bir kreditin götürür, növbəti krediti götürür, üçüncü krediti artıq bu borcla bağlamaq istəyir. Dördüncü krediti borcla bağlamaq istəyir. Baxın, burada qısa müddətli insan öz, belə deyək də, psixoloji özünü hazırlayır, qısa müddəti yükün azaldır. Amma bu dərinə getdikcə bu artıq özünü daha da məhvə doğru aparır. Çünki müddət gəlir, artıq heç bir yerdən kredit götürə bilmir və birinci götürdüyü krediti də artıq heç götürüb bağlamır. Çünki krediti kreditlə bağlayır və insan özünü məhvə doğru aparır. Bu artıq yəni həqiqətən borcu borcla bağlamaq da yəni. Borcu borcla bağlamaq çox ciddi bir təhlükədir, mən deyərdim. Ümumiyyətlə biz kreditlərdə danışırıqsa, gəlirimizin 30%-ə qədəri kreditə getməyə normal bir haldır. Mən elə onu sual verəcəkdim ki, məsələn, aylıq gəlirimizi neçə faizi kreditə gedəndə artıq risk var deyə bilərik. Elə siz onu qeyd ediniz, buyurun. Demək, 0-30% intervalı ilə bölsək normaldır, gözəldir. Yəni gəlirin 30% kreditə getməyi. Məsələn, 1000 manat maaş alırsansa və bunun 300 manatını kredit ödəyirsənsə, bu artıq bir həddi normal sayılır. Siz xalis gəlirdən söhbət gedir. Biz 1000 manat nəzərdə tuturuqsa, bu adamın təbii ki, özündə sosial xərcləri var falan. Yəni 1000 manatdan bu adamın 500 manat deyək ki, xalis gəliri qalır Rufan bəy. Mən xalis gəlirdən. Yəni yeməyinə pulunu verdi, kommunal xərclərini verdi. Bəli, 500 manat bu adamı rahat qırağa qoya bilir. Mən xalis mənfəətdən söhbət gedir. Xalis mənfəətdə 0-30% kreditə getdikdə xoşbəxtdir belə deyək. 30-40%-də diqqətli olmalıdır. 40-50% də riskdir. 50%-dən yuxarı artıq təhlükədədir. Bu artıq siqnaldır ki, sən özünü uçuruma doğru aparırsan. Demək ki, 1000 manatın biz faizlə götürsək, 500 manatı onun yaşama xərcləridirsə, digər yerdə qalan 500 manatın 30%. Bəli, xalis. Hardasa yəni belə götürsək bir 100 manat, 150 manat arasında dəyişən bir məbləğdir də, düzdürmü? Bəli, bu bir balaca manat fərqi ola bilər orada. Yəni sözsüz. Buradan biz niyə xalis mənfəət götürürük? Çünki bəzən ay ərzində belə
gözlənilməyən xərclər yaranır. Təsadüfi xərclər yaranır. Deyək ki, insanın səhhətində problem yaranır və yaxud da hansısa bir yaxının xeyir işi olur. Gözləmədiyin bir adam toya çağırır. Bəli, gözləmədiyin bir adam toya çağırır, gözləmədiyin bir yerdən dəvət alırsan falan. Ona görə ehtiyatın təbii ki, xalis mənfəətdən söhbət gedir burada. Əmək haqqının ödənişinin gecikməsi nəzərə alınırmı? Məsələn, bir şəxs işləyir, iş yerindən onun maaşını gec verirlər, məsələn, bir həftə gec verirlər, amma bu 7 gün onun gecikməsinə düşür. Banka müraciət etsə, bunu nə cürsə həll edə bilirmi? Siz ümumiyyətlə kredit veriləndə, orada force major hallar var ki, hansı ki, o ümumi bir, deyək ki, fövqəladə bir vəziyyət oldu, yəni təcrübədə də var, pandemiya, bu artıq fövqəladə bir vəziyyətdir. Orada artıq banklar 2 ay, 3 ay dondurdu müəyyən faizləri, kreditləri insanlardan, hansı ki, bu ümumi bir, qlobal bir problemdirsə, əgər yox, fərdi bir şəkildəsə, təbii ki, bank müəyyən bir möhlət verə bilir, gözləyə bilir, amma yenə də cərimə faizi gəlir. Yəni, cərimə faizindən azad olmur, təbii ki. Təşəkkür edirik sizə Şövqü bəy, minnətdarıq dəyərli fikirlərinizə görə. Sonda istərdim ki, krediti olub, amma ödəmədə çətinlik çəkən, bizi izləyən tamaşaçılara tövsiyələrinizi verəsiniz. Çox sağ olun, dəvətiniz üçün təşəkkür edirəm. Mən ümumiyyətlə o tip insanlara bildirmək istəyirəm ki, yəni çalışsınlar, ödənişə meyilli olsunlar, ödəniş etsinlər, razılığa gəlsinlər, müəyyən bir razılığa gəlməlidirlər. Bank əməkdaşları ilə, bankla və yaxud da ki, kreditlə. Çünki müəyyən müddət adam ödəniş etməyə bilər, razıyam, amma o demək deyil ki, bu məsuliyyətdən boyun qaçırır. Çünki bunun hüquqi tərəfləri də var, qanunlar var, qaydalar var təbii ki. Hər bir halda yenə də bunun məsuliyyətidir, müqavilə ilə kredit götürür və hər bir halda ödəniş etməlidir. Ona görə ödəniş etsələr özləri üçün daha yaxşıdır, daha faydalıdır ki, gələcək üçün də bunların kredit tarixçəsi də yenidən düzələ bilər, formalaşa bilər və yenə deyirəm, bu səhvlərindən, bu təcrübələrindən nəticə çıxarsınlar ki, düzgün şəkildə istifadə etsinlər. Təşəkkür edirsə, minnətdarıq. Çox sağ olun. Əziz dostlar, hardan başlamalım? Bu dəfəki qonağı kredit üzrə ekspert Şövqü Ağazadə idi. Yerindən görüşəcəyik. Sağ olun.